Sual olunur, dəstəmaz aldıqda üzümüzü nə miqdarda yumalıyıq? Yəni dəstəmaz ki, alırıq namaz qılmaqdan ötəri, üzümüzü hansı miqdarda yumalıyıq ki, dəstəmazımız düz sayılsın? Baxın, uzunluğuna görə üzümüzü alnın yuxarı hissəsindən, başqa bir təbirlə desək, saçların bitdiyi yerdən ta çənəmizin altına qədər dəstəmazda yumalıyıq. Bu, vacib olan miqdardır. Amma enliyinə görə isə baş barmaqla orta barmağı əhatə edəcək miqdarı dəstəmazda yumaq lazımdır. Əgər şəkk eləsək ki, aya bu miqdarı düzgün bir şəkildə, kamil bir şəkildə, yəni Allahın istədiyi kimi dəstəmazda bu miqdarı yumuşuq ya yox, bizə lazımdır ki, bu miqdardan əlavə olaraq biraz da geniş şəkildə yox. Məsələn, fərz edək ki, biraz sağdan, biraz soldan, biraz yuxarıdan, biraz aşağıdan da yumaq lazımdır ki, ta insanda xatircəmlik yarana ki, lazım olan miqdarı biz dəstəmazda yumuşuq. Yəni, bu miqdarı dəstəmazda yumaq vacibdir. İkinci sualımız, sual olunur ki, bəzən namaz halında şəkk edirəm, dəstəmaz almışam ya yox. Bu halda vəzifəm nədir? Baxın, burada bu qismi bölmək olar iki hissəyə. Birinci hal bundan ibarətdir ki, insan namaz halındadır, şəkk eləyir, aya dəstəmaz almışam, dəstəmazım var ya yoxdur. Birinci hal bundan ibarətdir ki, bu şəxs əvvəlcədən dəstəmaz almışdı. Mən əvvəlcədən dəstəmaz almışdım. Sonradan şəkk eləyirəm ki, dəstəmazım batil olub ya yox. Bu halda ki, bunun dəstəmazı yerindədir və qıldığı namaz da düz sayılacaq. Amma ikinci hal bundan ibarətdir ki, xeyr. Bu şəxs əslən şəkk eləyir ki, mən dəstəmaz almışam ya yox. Yəni, dəstəmazın özündə, əsli dəstəmazda şəkk edir. Bu cür olduğu təqdirdə bu şəxsin namazı batildir. Buna vacibdir ki, namazı saxlasın, dəstəmaz alsın və yenidən namazını qılsın. Sual olunur, qusul halında yemək yeməyin, su içməyin, yatmağın bir eybi varmı? Baxın, umumən o şəxs ki, boynuna qusul gəlib, bu şəxs sayılır qusullu şəxs. Yəni, bunun boynunda qusul var. Bu şəxsə bu halda yemək yeməyin, su içməyin, yatmağın, mütaliə etməyin haram deyil. Bu şəxs, məsələn, o halda gedir yemək yeyir, gedir su içir, gedir yatır, mütaliə edir. Bu haram deyil. Amma qusul halında bu işləri görmək, sadalanan işləri görmək məkruhdur, yəni bəyənilmir. Amma bu şəxsin bu halda olmasına baxmayaraq, yəni qusullu olmasına baxmayaraq, boynunda qusul olmasına baxmayaraq ki, birdən dəstəmaz alıb ki, dəstəmaz ala bilər, icazəlidir. Dəstəmaz alıb bu işləri yerinə yetirsə, məsələn, tərəfin boynunda cənabat qusulu var. Amma dəstəmaz alır, su içir, dəstəmaz alır, yemək yeyir, dəstəmaz alır, gedir yatır, mütaliə edir. Bu halda həmin o kərahət, həmin o məkruhiyyət, həmin o bəyənilməzlik də aradan gedəcəkdir. Sual olunur, bəzən dəstəmaz alanda şəkk edirəm, əlimdə və üzümdə suyun dəriyə çatmasına maniyə var ya yox, bu halda nə etməliyəm? Baxın, bildiyiniz kimi, əgər bir nəfərin dəstəmaz əzalarında bir maniyə olsa ki, suyun dəriyə çatmasına maniyədir. Məsələn, fərz edək ki, barmağında hər hansı bir yapışqan var. Və yaxud da ki, rəng vardır ki, dəstəmaz aldığı zaman və yaxud da ki, qusul aldığı zaman bu dəstəmazın suyunun və yaxud da ki, qusulun suyunun dəriyə çatmasına maniyədir. Əgər bu şəkildə olsa, bu şəxsin dəstəmazı batildir və eyni zamanda da qusulu batildir. Yəni, biz dəstəmaz aldığımız zaman, qusul aldığımız zaman bədənimizdə heç bir mani olmamalıdır. Bu şəxs soruşur ki, mən şəkk edirəm. Şəkk edirəm ki, aya, bu cür bir maniyə mənim dəstəmaz əzalarımda var ya yoxdur. Bu halda mənim vəzifəm nədir? Axtarış aparmalıyam ya yox? Baxın, bu cür şəxsləri bölmək olar iki qismə. Birinci şəxslər bunlardır ki, bunların əllərində və yaxud da ki, üzlərində maniyənin olması çox böyük bir ehtimaldır. Məsələn, bu elə bir işlə işləyir ki, bunun əlində həmişə maniyə olur. Məsələn, rəngsazdır, bənnadır və yaxud da ki, maşın ustasıdır və yaxud da ki, bir xanımdır ki, başqa bir xanımların dırnaqlarına dırnaq boyası qoyur ki, umumən bunların əllərində və yaxud da ki, üzlərində maniyənin olması çox böyük bir ehtimaldır. Bu şəxslər əgər şəkk eləsələr ki, bizim əlimizdə və yaxud da ki, üzümüzdə bir maniyə var ya yoxdur, bunlar dəstəmazdan əvvəl axtarış aparmalıdırlar.
Yəni baxmalıdırlar, maneə varsa aradan aparıb o şəkildə dəstəmaz almalıdırlar. Əgər maneə yoxdursa, onda o şəkildə dəstəmaz almalıdır. Amma ikinci qism insanlar bundan ibarət ki, xeyr, ehtimal verilmir bunların əllərində və üzlərində maneə olsun. Ehtimal yoxdur. Bu cür şəxslərə əgər şək eləsələr ki, görəsən bizim əzalarımızda maneə vardır ya yoxdur, bunlara axtarış aparmaq ehtiyac yoxdur. O şəkildə dəstəmaz alsalar kifayətdir. Sual olunur, can verən bir şəxsin qarşısında vacib vəzifəmiz nədir? Baxın, can verən bir şəxsin qarşısında bizim bəzi vacib və bəzi müstəhəb əməllərimiz vardır ki, biz bunları yerinə yetirməliyik. Vacib vəzifəmiz bundan ibarətdir ki, can verən bir şəxsi biz qibləyə doğru uzatmalıyıq. Yəni, üzü qibləyə olmalıdır. Bizim vəzifəmiz bundan ibarət ki, əgər bu şəxs üzü qibləyə deyilsə, biz bunu üzü qibləyə uzadaq. Üzü qibləyə də dedikdə bu nəzərdə durur. Məsələn, fərz edək ki, əgər qiblə qarşımızdadırsa, bu can verən bir şəxsi arxası üstə, ayaqlarının içi qibləyə tərəf yönəldilməlidir ki, buna da üzü qibləyə deyilir. Amma bir çox müstəhəb əməllərimiz vardır ki, can verən şəxs üçün, onlar da ki, fiqh kitablarda qeyd olunub, müraciət etmək olar. Sual olunur, zöhr namazını qılmamış, bilmədən əsr namazını qıldım. Bu halda nə etməliyəm? Baxın, bunu bölmək olar iki qismə. Bildiyiniz kimi, bunu da nəzərinizə çatdırım ki, zöhr namazı ilə əsr namazının arasında tərtib var. İstər ədasında olsun, istər qəzasında olsun. Yəni, tərtib dedikdə bu nəzərdə tutulur ki, insan birinci zöhr namazını qılmalıdır, sonra əsr namazını qılmalıdır. Əgər bilərəkdən zöhr namazını qılmadan əsr namazını qılsa, namazı olacaq batıl. Bu ədada da belədir, qəza namazında da belədir. Yəni, qəza namazını da insan yerinə yetirdiyi zaman birinci zöhr namazını yerinə yetirəcək, sonra əsr namazını yerinə yetirəcək. Bu tərtibdir. İndi bu şəxs soruşur ki, mən bilmədən, bilərəkdən yox, bilmədən zöhr namazını qılmamış, əsr namazını qıldım. Bu halda qıldığım namazın hökmü nədir? Baxın, bunu bölmək olar iki qismə. Birinci qism bundan ibarətdir ki, bu şəxs namazı qılıb qurtardıqdan sonra anladı. Məsələn, zöhr namazını qılmalıydım, unutdum, əsr namazına başladım. Əsr namazının salamını verib qurtardıqdan sonra bildim ki, mən zöhr namazını qılmamışam. Bu halda bunun qıldığı əsr namazı düz sayılır, təkcə bir dənə zöhr namazını qılsa kifayətdir. Bu birinci halımız. İkinci halımız bundan ibarətdir ki, xeyr, bu namaz əsnasında bildi. Mən zöhr namazını qılmamışam, əsr namazını qılıram. Məsələn, fərz edək, niyyət elədi, əsr namazı qılıram, təkbirətül ehramı dedi, ikinci rükətdə xəbərdar oldu ki, mən zöhr namazını qılmamışam. Bu halda namazın niyyətini əsr namazından çevirəcək zöhr namazına, namazını zöhr namazı niyyəti ilə tamamlayacaq, sonra bir dənə əsr namazı qılsa kifayət edəcəkdir. Sual olunur, cənabət quslundan sonra namaz qılmaq üçün dəstəmaz almağa ehtiyac varmı? Məsələn, fərz edək ki, bir nəfərin boynunda cənabət quslu var. Bu cənabət quslunu yerinə yetirdikdən sonra namaz qılmaq istəyir. Məsələn, zöhr namazını qılmaq istəyir və yaxud da ki, şam namazını qılmaq istəyir. Bu şəxs bu namazları qılmaqdan ötəri dəstəmaz almalıdır ya yox? Xeyr, icazəli deyil. Əgər bir nəfər cənabət quslunu yerinə yetirsə, ondan sonra, yəni cənabət quslundan sonra namaz qılmaq üçün dəstəmaz alması icazəli deyildir. Vəssalamu aleykum və rəhmətullah.